Diqqətlə qulaq asın. Bu bina hərbi hospital kimi açıldı. Amma bu gün burada doğuş pulu yığılır, süni mayalanma aparılır, şou göstərilir və hər şey pul üzərində qurulub. Sual sadədir. İlham Əliyevin açılışını etdiyi strateji hərbi obyekt necə oldu özəl biznes mərkəzinə çevrildi? 2024-cü ilin 15 yanvarı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin 8 mərtəbəli yeni hərbi hospitalının açılışında iştirak edir. Bu bina zabit, gizir əskərlər üçün tikilmişdi. Amma bugün iddialara görə hərbiçilər oraya buraxılmır. Bəli, yanlış eşitmədiniz. Hərbi hospital var, amma hərbiçi yoxdur. Araşdırmalar göstərir ki, hospitalın daxilində özəl klinika yaradılıb. O qədər arxayındılar ki, bunu öz reklamlarında açıq-aşkar yazırlar və buranı artıq klinika kimi reklam edirlər. Hərbi obyekt yox, klinika. Daha betəri, hospitalın divarları dəyişdirilib, zabit və əskər palataları bəzədilib, ora doğuşdan çıxan zahı qadınlar yerləşdirilir. Hərbi hospital bugün uşaq səsləri, oyuncaq ayılar və şou proqramları ilə dolub daşır. Süni mayalanma 3000 manat, qəbul 100 manat, analizlər, doğuş paketləri, əməliyyatlar, ayda 100 minlərlə manat. Pul hardan gəlir, hara gedir, bilən yoxdur. Burada xəstəni çıxaranda əlavə ödəniş edirsən, oyuncaq ayılar gəlir, şou göstərirlər və sizi təntənəli şəkildə yola salırlar. Bura hərbi obyektdir. Vergi girmir, polis girmir, prokurorluq girmir, nəzarət yoxdur, hesabat yoxdur, məsuliyyət heç yoxdur. Doğuş, süni mayalanma, plastik əməliyyatların şıdırığı getdiyi yer gül çiçəklə bəzənsə də, zabitlər, əskərlər, gizirlər köhnə hospitalda hələ də yatırlar. Yeni hospital onların haqqı olmalıydı, amma bura qadınlar gətirildiyi üçün hərbiçilər kənarda saxlanılır. İndi gələk tikintiyə. Bu hospitalı Qaraçay Tikinti şirkəti tikib. Bu şirkət Elçin Quliyevə məxsusdur, General Elçin Quliyevə. Onu 2011-ci ilin noyabrından tikməyə başlayıblar, 2024-cü ilin yanvarında bitiriblər. Yəni bina 13 ilə ərsə gəlib. Müqayisə edin. 3 xəlifəni cəmi 6 ilə tikib qutarıblar. 13 il məsələnin uzanması isə hamının bildiyi kimi korrupsiya, yeyinti ilə bağlıdır. Və daha maraqlısı, Qaraçay Holding haqqında məlumatlar internetdən silinib, onun saytı bağlanıb izləri itirmək üçün. Amma hekayə burada da bitmir. Hospitalın köhnə korpusunda və poliklinikada Rozi Bebek adlı bir başqa klinika fəaliyyət göstərir. Burada insanlara nə vədə olunur? 0 spermadan hamiləlik. Bu tibdə yoxdur. Bu mümkün deyil. İddialara görə başqa şəxslərin hüceyrələrindən istifadə olunur bu məqsəd üçün. Əlbəttə bunu DNT testləri ilə açıq şəkildə üzə çıxarmaq olar. Bu klinikaya yeganə və Nəhayət Əliyeva bacıları rəhbərlik edir. Nəhayət Əliyeva əvvəllər bir saylı körpələr evindən ərzaq oğurluğu iddiası ilə işdən çıxarılıb. Bu klinikalar vasitəsilə vətəndaşlardan külli miqdarda pullar yığılır. Bu pullar dövlət büdcəsinə getməlidir. Amma getmir. Sonda sual eynidir. Dövlət başçısının açılışını etdiyi hərbi hospital kimlər üçün tikilmişdi? Əskər üçün, yoxsa kiminsə şəxsi biznesi üçün?